Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatların tərtib edilməsi barədə video təlimat. Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatları büdcə layihəsi və proqnozlarının tərkibində, həmçinin büdcə üzrə məlumatların tərkibində təqdim edilir. Büdcə layihəsi və proqnozlarının tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatları dövlət müəssisəsinin orta müddətli dövr üzrə müvafiq olaraq mənfəət zərərdə və ya digər məcmu gəlirdə tanınan gəlir və xərcləri özündə əks etdirir. Bu zaman növbəti il üçün məlumatlar rüblər üzrə bölünməklə təqdim edilir. Lakin büdcə üzrə məlumatların tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatları yalnız növbəti il üçün rüblər üzrə bölünməklə tərtib edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı il büdcə ili üçün tərtib edilmiş, büdcə layihəsi və proqnozlarının tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatlarında ötən il üzrə fakt dedikdə 2025-ci il, cari il üzrə gözlənilən dedikdə 2026-cı il, növbəti il üzrə dedikdə isə 2027-ci il, sonraki 3 il üzrə 2028, 2029, 2030-cu illər nəzərdə tutulur. Bu zaman növbəti il, yəni 2027-ci ilin məlumatları rüblər üzrə bölünməklə təqdim edilir. Lakin 2026-cı il büdcə ili üçün tərtib edilmiş, büdcə üzrə məlumatların tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatlarında 2028, 2029, 2030-cu illər üzrə məlumatların verilməsi tələb olunmur. Büdcə layihəsi və proqnozlarının tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatları cari il iyul ayının 1-nədək Maliyyə Nazirliyinə təqdim edilir. Büdcə üzrə məlumatların tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatları cari il dekabr ayının 31-nədək Maliyyə Nazirliyinə təqdim edilir. Növbəti ilin büdcəsi hər il dekabrın 20-sindən gec olmayaraq dövlət müəssisəsinin onun fəaliyyətini tənzimləyən normativ aktlarda və ya nizamnamələrində müəyyən olmuş qaydada dövlət müəssisəsinin idarə etmə orqanı tərəfindən təsdiq edilməlidir. Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatları icra orqanının rəhbəri tərəfindən elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq elektron sənəd formasında Maliyyə Nazirliyinə təqdim olunur. Dövlət müəssisələrinin büdcə üzrə məlumatların tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatlarında normativ hüquqi aktlarla və ya onların nizamnamələri ilə müəyyən olunmuş hallarda və qaydada dəyişiklik edilə bilər. Nazirlik dövlət müəssisəsinin büdcə üzrə məlumatların tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatlarında dəyişikliklə bağlı rəyini dəyişiklik layihəsi daxil olduqdan sonra 30 gün müddətində aidiyyəti dövlət müəssisəsinə təqdim edir. 2026-cı il büdcə ili üzrə təqdim edilən büdcə layihəsi və proqnozlarının tərkib hissəsi olan, həmçinin büdcə üzrə məlumatların tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatlarının ötən il üzrə fakt sütunundakı göstəricilər rüblük tərtib olunan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatın əvvəlki il üzrə sütununda qeyd olunan göstəricilərlə eyni olmalıdır. 2026-cı il büdcə ili üzrə təqdim edilən büdcə layihəsi və proqnozlarının tərkib hissəsi olan, həmçinin büdcə üzrə məlumatların tərkib hissəsi olan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında proqnoz məlumatların cari il üzrə gözlənilən sütunundakı göstəricilər, 4-cü rüb üzrə artan yekunla tərtib olunan mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatın hesabat dövrü üzrə sütununda qeyd olunan göstəricilərlə eyni olmalıdır.